tarixə baxsaq görərik ki, biz buna bənzər şeyləri daha öncə də görmüşdük. Biz bu təkəbbürlü zalımları daha öncə də görmüşdük. Və onların heç biri öz taxtında uzun müddət qalmır. Hamısının sonu gəlib. Allahın izni ilə bunların da sonu tezliklə gələcək. Bu soyqırım nəinki bitəcək. Həm də Allah Sübhanehu Teala zalimların cəzasının dərəcəsini qat-qat artıraraq onları həm dünyada, həm axirətdə zəlil rüsva edəcək. Ey insanlar, siz deyirsiniz ki, bəs Allah bu durumda hardadır? Niyə o insanlara yardım etmir? Niyə bu zülmü dayandırmır? Sübhanallah. Allah Sübhanehu Teala ilk dəfə səbr edənləri Bəqərə surəsində müjdələyir. Allah səbr edənlərlədir deyir. Və Allah Sübhanehu Teala buyurub: Ey Muhammed, qullarım səndən məni soruşsalar de ki, mən onlara yaxınam. Ey insanlar, o zaman mən də sizə bir sual vermək istəyirəm. Artıq aylardır ki, hər gün smartfonlarımızın ekranından Qəzzadakı soyqırımı izləyirik. O insanların məruz qaldıqları ağla sığmaz zülmləri izləyirik. Və bu aylar ərzində neçə dəfə o insanların Allahın varlığına şübhə etdiklərini gördünüz. Neçə dəfə bəs Allah hardadır dediklərini eşitdiniz. Halbuki ən dəhşətli zülmə məruz qalanlar da elə onlardır. Maraqlıdır, elə deyilmi? Zülmü görənlər deyil də, sərin, rahat evində qarnı tox divanda uzanan adam Allahın varlığına şübhə edir. Bəs Allah varsa o indi hardadır deyir. Sübhanallah. Körpəsi bombadan tikə-tikə olmuş ata Allahın harda olduğunu soruşmur. Ana atasız yetim qalmış uşaqlar Allahın harda olduğunu soruşmur. Sübhanallah. Qəzzanın insanları Allahın harda olduğundan əmindilər. Onlar Allah hardadır deyə soruşmurlar. Onlar soruşurlar ki, bəs siz hardasınız? 2 milyardlıq İslam ümməti hardadır? Hardadır bəs güya o sahib olduğunuz siyasi, hərbi, iqtisadi güc? Onlar soruşurlar ki, hanı o Əl-Aqsa məscidini güya sevdiklərini söyləyən o insanlar? Hanı o Peyğəmbərin sünnəsini yaşadıklarını iddia edən insanlar? Onlar demirlər Allah hardadır. Onlar deyirlər siz hardasınız. Onlar Allahın harda olduğunu yaxşı bilirlər. Onlar bombardıman altında belə Allahı unutmurlar. Aclıq içində olduqlarına baxmayaraq Allahı unutmurlar. Körpələrinin tikələrini polietilen paketlərə yığdıqları halda belə Allahı unutmurlar. Onlar hər daim Allahın varlığını yanlarında hiss edirlər. Amma ümmətin varlığını hiss etmirlər. İmanınızı sorğulayın qardaşlar. Bütün bu olayları gördükdə siz nə görürsünüz? Qəzzalıların misli görülməmiş səbrində Allahın varlığını görürsünüzmü? Yoxsa zalimların gücü qarşısında Allahın yoxluğunu mu görürsünüz? Mən Qəzzaya baxdıqda sadəcə dağılmış binaları görməkdən Allaha sığınıram. Eyni zamanda da mən ora baxdıqda imanı ilə hər birimizə örnək ola biləcək, Allaha tam təslimiyyətlə təslim olmuş, sarsılmaz insanları görürəm. Və onlar zərrə qədər şübhə etmirlər ki, Allahın köməyi yaxındır. Və onlar əmindilər ki, Rəbbimiz sözünü tutacaq. Əgər hələ də bilmək istəyirsinizsə ki, Allah hardadır? Bilin ki, Allah möminlərlədir. Allah müttəqilərlədir. Həqiqətən Allah səbr edənlərlədir. Və şübhəsiz ki, Allah yaxşı işlər görənlərlədir.